Amerikanın Şimali Karolina ştatında qripdən ölənlərin sayı tarixdə ən yüksək həddə çatıb. Dövlət səhiyyə rəsmiləri 2024-2025 qrip mövsümündə 500-dən çox qrip ölümünün demək olar ki, COVID qurbanlarının sayına bərabər olduğunu bildirib. Şimali Karolina Səhiyyə və İnsan Xidmətləri Departamentinin çərşənbə günü yaydığı xəbərdə deyilir ki, 2024-2025-ci il yoluxucu tənəffüs virusu mövsümündə qeydə alınan 500-dən çox hadisə 2009-cu ildə hesabat verilməyə başlayandan bəri ştatda ən yüksək göstəricidir. Hər kədər depressiya deyil, lakin uzun müddətli düzəlməyən əhval artıq narahat olmaq üçün əsasdır. Bu ciddi psixoloji problemlərin xəbərçisidir. Bu sözləri klinik psixoloq uzman Aysel Qarayeva STV xəbərə verdiyi müsahibədə deyib. Bütün duyğular içimizdə olduğu kimi kədər də onlardan biridir və içimizdə bəlli bir müddətdə ortaya çıxma və qalma müddəti olur. Amma depressiya belə deyil. Daha uzun müddətli bizlə bərabər olur və bu bəzən də çox daha uzun çəkə bilir əgər doğru bir şəkildə müdaxilə olunmazsa. Depressiv bir insan özünü daha çox kədərli, yataqdan qalxmama, çox yatma kimi hallarla müşahidə etsə də, bunun yanı sıra yeməkdən kəsilmə və ya iştah problemindən yanı sıra çox iştahın artması və çox yemək kimi hallarla da özünü göstərə bilir. Bunun yanı sıra depressiv olan bir insan xaricən çox xoşbəxt görünə bilər. Bu mümkün olur. Yəni depressiv olan hallarını gizlədir. Daha çox amma sosial işə çəkinmə görünür. Yəni sosial olaraq özünü təcrid edib, daha çox özünə qapanma, durmadan yatış halında zaten olma, evdən məcbur olmadıqca çıxmama və daha çox sadəcə yataqda və evdə zaman keçirtmə. Bu zamanda daha çox etdiyi səhvlər, depressiv düşüncələr haqqında daha çox düşünür. Mən bacarıqsızam, mən heç nə edə bilmirəm, mən zaten bunu bacarmayacağam, nəyi bacarıram ki, kimi bir çox düşüncələri zehnindən keçirir. Amma reallıq olaraq belə deyil təbii ki, hər birimizin bacara bildiklərimiz və bacara bilmədiyimiz şeylər var. Aysel Qarayeva eyni zamanda depressiyanın müalicə üsulları haqqında da danışıb. Amma doğru dəstək almaq bunun öhdəsindən gəlməyin ən böyük göstəricilərindən biridir ki, doğru dəstək alaraq bunun öhdəsindən ən sağlam bir şəkildə gələrək bu prosesi ən sağlam bir şəkildə sonlandırmaq mümkün olur. Ancaq dəstək almağa bir insan fürsəti olmursa, yəni buna maddi olaraq gücü çatmırsa, bu zaman daha çox aktiv həyata qoşulma, daha çox istəməsə belə bu sosial mühitin içində olmaq və hər hansı bir hobilərindən aktiv həyatdan daha çox məşğul olmaq ona daha yaxşı gələcək olan hallardan biridir. Amma təbii ki, bununla çözüləcək, depressiv haldan çıxacaq deyə bir şey çox %100 real olmur. Bu zaman bizim doğru dəstəyə ehtiyacımız olur ki, özümüzün doğru yolumuzu tapaq. Çünki bir başqasının doğru yolu bəzən bizə uyğun olmaya bilir. Bu başqasına aid olan bir geyimi üstümüzə giymək kimidir. Halbuki bizim zövqümüzə uyğun olmaya bilər, bizim istəklərimizi qarşılamaya bilər, bizim bədənimizə də uyğun olmaya bilər. Ona görə öz doğru yolumuzu tapmaq, yəni başqasından eşitdiyimiz yollardan daha çox öz doğrumuzu tapmaq üçün bizim bu zaman dəstək çox önəmlidir. Xatırladaq ki, Azərbaycanda depressiya ilə bağlı dəqiq statistik məlumatlar məhduddur. Lakin Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən aşağı gəlirli ölkələrdə zehni sağlamlıq xidmətlərinə çıxış məhdud olduğundan depressiya və digər zehni sağlamlıq problemləri daha çox yayılmışdır. Telefonunuzu hər gün kiçik barmağınızla tutursunuzsa, ona əməliyyat tələb oluna bilər. Smartfon çəhrayı sindromu adlı yeni xəstəlik mütəxəssislərin müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlər bu vəziyyətə travmatik zədə kimi baxır, bəziləri isə xəstəlik hesab edir. Telefonları müntəzəm olaraq çəçələ barmağı ilə dəstəkləyici formada tutaraq istifadə edən insanlar zaman keçdikcə bu barmağında deformasiya və ağrı hissi yaranır. Artıq yazın dadını fevralda, yay meyvələrini isə yazın əvvəllərində dada bilirik. Sağ olsun çox səbirli fermerlər və təbii qidalanmaya can atan marketlər. Vaxtından əvvəl yetişdirilən meyvə və gilə meyvələr bazarları zəbt edib. Apreldə ortaya çıxan iyul çiyələkləri, martda isə rəflərdə boy göstərən pomidorlar bir möcüzə kimi qarşılanır. Elə bil təbiət deyib, mənim nə işim var? Seraların və kimyəvi gübrələrin işini görsünlər. Mütəxəssislər xəbərdar
xəbərdarlıq edir. Bu meyvələrin görünüşü göz oxşasa da, tərkibi sağlamlıq üçün risk daşıya bilər. Amma boş verin. Əsas odur ki, Instagrama gözəl şəkil çıxsın, deyilmi? Braziliyanın São Paulo Universitetinin tədqiqatçıları isə çiyələyi uzun müddət saxlamağın qeyri-adi üsulunu açıqlayıb. Onlar antioksidantlarla zəngin olan nar qabığının ekstraktlarından istifadə edərək yeyilə bilən örtüyü hazırlayıb. Onlar dərin autektik həlledicilərdən istifadə edərək çıxarılıb. Sonra jelatin və hitozanla qarışdırılıb. Hazırlanan örtü çiyələyə batırılaraq tətbiq olunur. Laboratoriya şəraitində aparılan təcrübələrə əsasən bu örtü ilə işlənmiş çiyələklər 6-8 gün ərzində təzə qalıb. Donuz börəyi ilə 4 ay yaşayan qadının bədəni transplantasiya edilən orqandan imtina edib. Həkimlər börəyin çıxarılmasına qərar verib. Yeni dəyişdirilmiş donuz börəyi Dovana Luna'yı 130 gün yaşadı. Bu, donuz orqanı ilə yaşanılan ən uzun müddətdir. Ksenotransplantasiya sayəsində və ya heyvan orqanlarının insanlara köçürülməsi təcrübəsində irəliyə doğru daha bir addımdır. Alabama ştatından olan 53 yaşlı Luna noyabrın sonunda donuz börəyini nəql etməzdən əvvəl 9 il dializ olub. O, yeni dəyişdirilmiş donuzdan böyrək alan 3-cü şəxsdir. Musiqi təkcə qulaqda deyil, sinirdə də oynayır. Alman alimləri ilk dəfə olaraq MRT görüntülərində dorsal kök qangliyalarını avtomatik seqmentləşdirən neyron şəbəkəsini öyrənmək üçün dərin öyrənmə alqoritmlərindən istifadə etməyi bacarıb. Onurğa qanglionları periferik sinir sistemindəki həssas sinir hüceyrə cismlərinin toplusudur. Bu, birləşmiş MRT və süni intellektin əsaslı metodudur. Məsələn, elektrik həyəcanının təsvir markerləri vasitəsilə sinir fəaliyyətinin gələcəkdə in vivo görünməsi istiqamətində ilk addımdır. Məşhur Neural Mage jurnalında dərc olunan araşdırma ağrının öyrənilməsi üçün xüsusilə vacibdir. Standartlaşdırılmış analiz sayəsində xəstələrin sinir strukturları gələcəkdə patoloji dəyişikliklər üçün daha yaxşı araşdırıla bilər. Bundan əlavə olaraq alimlər dinlənilən musiqinin sinir sisteminə birbaşa təsirini də müşahidə edə bilib. Uşaq oyuncaqlarına sərt qadağalar qoyuldu. Avropa İttifaqı daha sərt qaydalar vasitəsilə toksik maddələr olmayan, daha təhlükəsiz uşaq oyuncaqları yaratmağa çalışır. Yeni qaydalara əsasən oyuncaqlarda zərərli və kimyəvi maddələrin istifadəsi qadağan olunacaq. Bu, istehsalçılar və satıcılar, o cümlədən onlayn platformalarda fəaliyyət göstərənlər üçün daha sərt təhlükəsizlik tələblərini müəyyən edir. Qeyd edək ki, yeni qaydalar xərçəngə səbəb ola bilən, DNT-ni dəyişə bilən və ya reproduktiv orqanlara zərər verə bilən, tənəffüs sistemini həssaslaşdıran, eləcə də digər təhlükəli kimyəvi maddələrin, həmçinin dəriyə həssaslıq yaradan maddələrin və biotinlərlə işlənmiş oyuncaqların istifadəsini də qadağan edir. Əlavə olaraq 3 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda və ya ağza salınması üçün nəzərdə tutulmuş oyuncaqlarda allergen aromatik qatqıların istifadəsini də qadağan edir. Autizm epidemiyası yayılır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzi autizm nisbətinin 31 uşaqdan birinin səviyyəsinə çatdığını bildirib. Hazırda autizm epidemiyası söz birləşməsinə daha sıx rastlanır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzlərinin açıqladığı məlumata görə, Amerika Birləşmiş Ştatlarında hər 31 uşaqdan birinə 8 yaşına qədər autizm spektri pozuntusu diaqnozu qoyulacaq. Hesabat CDC-nin, yəni xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin autizm və əlilliklərin monitorinq şəbəkəsi tərəfindən hazırlanıb. Bu, həkimlərin 4 yaşdan 8 yaşına qədər olan uşaqlar arasında autizm spektri pozulmalarının yayılması və diaqnozu haqqında məlumat verən illik nəzarət proqramıdır. Məlumatlar Amerikanın 14 ştatında 16 saytdan toplanıb. Yeni hesabata görə autizm 4 yaşındakı 34 uşaqdan birinə təsir edir. Autizm diaqnozu oğlanlara qızlara nisbətən 3 dəfə daha çox qoyulur. Diaqnozlar qaradərili və İspan uşaqları arasında ağdərlilərə nisbətən daha çox yayılıb deyə məlumat da bildirilir.
Çənənin qeyri-iradi sıxılması və dişləri qıcamaq xəstəlik əlamətidir. Bruksizm adətən yuxuda baş verir. Bu hal bəzən sinir sistemi pozuntularının ilkin əlaməti ola bilər. Bu fikirləri Rusiyalı uşaq nevroloqu Natalya Stepanenko mətbuata verdiyi müsahibədə bildirib. Həkimin sözlərinə görə bruksizm təkcə dişlərinin qıcırtı səsləri ilə deyil, çənə ağrısı, baş ağrısı və diş zədələnmələri ilə də müşahidə oluna bilər. Əgər müalicə olunmasa, bu diş minasının aşınmasına və dişlərin düzgün düzülməməsinə səbəb ola bilər deyə o bildirib. Nevroloqun sözlərinə görə bruksizm səbəbləri stress və emosional gərginlik, epilepsiya və Parkinson xəstəlikləri, kəllə-beyin travmaları, stomatoloji problemlər, kofein, alkoqol və bəzi dərman preparatlarının da qəbulu nəticəsində yarana bilər. Donuzun qaraciyəri dializdə istifadə ediləcək. Amerika Qida və Dərman İdarəsi donuz qaraciyərinin bu orqanın çatışmazlığı üçün dializ kimi sınaqdan keçirilməsini təsdiqlədi. Amerika Birləşmiş Ştatlarının tədqiqatçıları tezliklə yeni redaktə edilmiş donuz qaraciyərinin qəfil qaraciyər çatışmazlığından əziyyət çəkən insanların qanlarının müvəqqəti olaraq süzərək müalicə edə bilməyəcəyini yoxlayacaqlar. Tədqiqatçılar donuz ciyərlərini köçürməyəcək, əksinə onları tədqiqat iştirakçılarına xaricdən əlavə edəcəklər. Tədqiqata reanimasiya şöbələrində qaraciyər transplantasiya üçün uyğun olmayan 20-yə qədər xəstə daxil ediləcək. Britaniyanın Organ Ox şirkəti tərəfindən hazırlanmış və hazırda donor insan qaraciyərini qorumaq üçün istifadə edilən cihaz donuz qaraciyərindən iştirakçıların qanını pompalayacaq. Bu, insan həyatını xilas etmək üçün yeni redaktə edilmiş donuz orqanlarından istifadə səylərindəki ən son müasir addımdır. Gecələr qaranlıqda soyuducunun qapısını açıb orada nəsə axtarmaq həvəsi vərdişdir, yoxsa xəstəlik? Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin həkim və direktoru Oksana Drabkina deyib ki, bu xalq arasında gecə məzəsi kimi tanınan, sadəcə yatmazdan əvvəl qəlyanaltı yemək vərdişi deyil. Bu, həm də qida pozuntusu və ya gecə yemək yemək sindromu ola bilər. Bu pozuntu biylənmə, diabet və bir sıra psixoloji problemlərin yaranmaq riskini artırır. Axşam yatmazdan əvvəl qəlyanaltı etmək bir çox insanlar üçün adi hadisədir. Bununla belə, gecə yemək sindromu sadəcə qəlyanaltı vərdişi deyil. Bu həm də xəstəlikdir deyə həkim bildirib. Normalda insanlar gecə yemək yeməməlidir. Gecə yarı yuxudan yemək üçün oyanmaq isə lap ciddi patologiyadır deyə həkim bildirib. Dünəndən qalan suşi rollarını yemək olmaz. Bu ciddi qida zəhərlənməsinə, daha pisi isə ölümə səbəb olur. Suşi rolların tərkibində konservantlar olmadığı üçün onlar hazırlanma anından etibarən 4 saat ərzində yeyilməlidir. Yapon mətbəxində ixtisaslaşmış aşpazın bu çıxışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bu barədə müsahibə verən bir neçə dietoloq, nutrisioloq aşpazın açıqlamasının doğru olmadığını bildirib. Onlar yemək olar, amma ehtiyatla deyə bildirib. Əgər rollar dərhal soyuducuya təxminən 4 dərəcə temperaturda qoyulubsa, ertəsi gün yemək üçün təhlükəsiz olur. Əgər rollar xüsusilə çiy balıqlı olanlar 2 saatdan çox soyuducudan kənarda qalıbsa, risk etməyə dəyməz. Bu kifayət qədər ziyanlı bakteriyalar toplusudur və onları orqanizmimizə daxil etmək heç də yaxşı fikir deyil deyə həkimlər xəbərdarlıq edib. Berlin şəhərində palliativ yardım, yəni sağalmaz xəstələrin son mərhələsində tibbi və psixoloji dəstək göstərilən şöbədə çalışan həkim 15 pasiyentin qətlində ittiham olunur. 40 yaşlı həkimin xəstələrə qulluq edən briqadanın tərkibində işlədiyi dövrdə xəstələrin razılığı olmadan onlara anestezik və miorelaksant, yəni əzələ boşaldıcı maddələr tətbiq etdiyi iddia edilir. Prokurorluqdan bildirilib ki, bu maddələrin birləşimi tənəffüs çatışmazlığına və qəfil ölümə səbəb olur. Qurbanların yaşı 25-dən 94-ə qədər olub. Qeyd edək ki, Almaniyada qətl üçün nəzərdə tutulan cəza ömürlük həbsdir. İnsana bənzər robot təqdim olunub, sintetik orqanlar və süni əzələlər də yaradılıb. Klon robotik şirkəti özünün tam humanoid robotu olan Klon Alfanı rəsmi olaraq təqdim edib və artıq ilk istehsal nümunələri üçün ilkin sifarişləri qəbul etməyə başlayıb. İnsan bədənini təqlid etmək üçün hazırlanmış sintetik orqan sistemləri ilə təchiz edilib. Bunlara skelet, əzələ, damar və sinir sistemləri daxildir. 1000 sintetik əzələsi olan insan 200 dərəcə sərbəst dönmə və demək olar ki, insan kimi hərəkət etməyə imkan verən 500 sensor
prosessoru olan Alpha robot insan bədəninə bənzərliyi ilə dünyanı valeh edib. Onun motoru da ürək yerinə qurulub və ürək-damar sistemi ilə hərəkət edir. Klon ənənəvi robot texnologiyasından kifayət qədər fərqlənir. Sərt motorlar və ötürücülər əvəzinə yumşaq su ilə işləyən süni əzələlərə üstünlük verilib. Bu da insan hərəkətinə bənzər nəticə yaratmağa imkan verib. Kürən sarışın yoxsa qaraşın? Həkim xərçəngə ən çox meylli olanların kimlər olduğunu açıqladı. Dəri xərçənginin ən təhlükəli forması olan melanoma riski kürən saçlı insanlarda qaraşınlarla müqayisədə təxminən 4 dəfə, sarışınlarda isə 1,5 dəfə yüksəkdir. Bu həm genetik meyllə, həm də dərinin fototipi ilə bağlıdır. Bu barədə tanınmış Rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib. Onun sözlərinə görə melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir. Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilir. Həkim bildirib ki, uğurlu əməliyyatdan sonra belə bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər. Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından su istifadə edənlər və tez-tez solariyaya gedənlər arasında daha çox yayılıb. Ultraviolet şüaları dəridə immun hüceyrələrinin vəziyyətini zəiflədir. Bu da xərçəng riskini artırır deyə o əlavə edib. Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində ən əsas faktorlardan biridir. Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3,5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5 aydan 9 aya qədər davam edir, deyə həkim izah edib. Bu səbəbdən mütəxəssis 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçirməyi tövsiyə edib.